yurdum, yuvam var idi. Soldu da, bəxtin bağları soldu. Taleyimiz belə gətirdi, qismətimiz belə gətirdi. Ağlamalı oldu, ağlamalı oldu. Allah səbirlər versin, Allah şəhidlərimizin məqamını uca eləsin, onları Peyğəmbər balalarından ayırmasın. Bizim bu yaşadətli oğullarımızı Allah Teala ilə iman söyleyip, evlatları ilə məşğul edəsin. Çünki mənim yadıma bir əhvalat düşdü. İslam dünyasında tanınmış 5 ələm müctəhiddən biri olan Seyyid Əli Sistani Nəcəf şəhərində, İraqın Nəcəf şəhərində müharibənin ilk günündə bir fətva verdi bütün dünyaya ki, Azərbaycanda torpaqların azad olunmasında həlak olmuş hər bir Azərbaycan əskəri şəhiddir. Bax, belə bir dənə çıxış eləmişdir, məsum bir çıxışdır. Yəni ondan sonra kimsə nəsə araya qatmasın bir söz sözlə. Var vuruşan, vuruşmaq istəyən, gedib, götürməyiblər, qəbul eləməyiblər, Allah rəhmət etsin siracı. Gördünüz ki, ayaqlarına görə qəbul eləməmişlər. Amma video kamerasına getdi məqsədə. Var vuruşmaq istəmir. İndi vuruşmaq istəyənlər bir araya necə gəlsinlər? Ümumi şey necə gəlsinlər? Əlbəttə ki, söz sizindir, söz sahibi sizdir. Cənnət də sizin ayaqlarınızın altındadır, bəli. Siz dayandığınız, səmayana yadınıza gətirin bir dəfə çıxır. O bir dənə müəllim gəlmişdi, Hündürüzə boy. Ağlaya-ağlaya nə dedi ona? Dedi ki, sən harada dayansan cənnətdir. Bu qədər sızıldayırdı ondan ötəri. Yəni, sərkərdə böyüdü. Bizim bu qoçaqlar da görürsən, bəzi 52-də, bəzi başqa bir divizyonlarda, başqa bir batalyonlarda nə ediblər? Ümumi məqsəd üçün irəli gediblər, atılıblar. Nə qədər ömrümüz var, biz vəhdət yaratdıq. Biz vəhdəti yaratdıq ki, yəni şəhidlərimizin adı, xatirəsi silinməsin, unudulmasın. Və buna az da oldu, çox da oldu, nail olduq, yaşatdıq bunu. Ki, bəli, bundan sonra təməli qoyduk. Hər ilin payızında 2 dəfə, 20 yanvarda, sonra Novruz günlərində, müəyyən günlərində, mövludlarında, biz dünyada olmasaydı yığışacaqlar bunlar. Bunlarla bərabər bizləri də yad edəyənlər, çünki borclarıdır. Biz xalqımız üçün elə bir işlər görmüşük ki, onu kim unutsa, nə deyim valla, unudulmayan bir şeydir. Elə hər çox vaxt sizlərdən söhbət salan qohum əqrabalar o qədər gözlər yaşaracaq ki, xırda uşaqlara danışarkən. Məktəbli dostlarımız var, Allah onlardan razı olsun, Allah qorusun onları. Səfərbər oldular, gəldilər, iştirak elədilər, abidə açılışında, məzar üstündə şeirlər dedilər. Çox belə bəyənilən bir şeydir. Amma cəmaatımızdan, elimizdən, obamızdan elə istəyim də budur ki, mən özüm də, mən şəxsən şəhid valideynlərini, məxsusən anaları, elə zirvədə dalğalanan bayraq kimi təsəvvür edirəm. Mən bu qədər hörmət qoyuram, bu qədər izzət qoyuram sizlərə. Elələri var ki, görürsən ki, danışa bilmir, deyə bilmir. Çalışıram onun dili olum, onun qulağı olum, danışan, deyilən sözü olum. Nəsə bir çatdırım, bir şey yadigar qoyum, yazım, yaradım. Bunlar hamısı gələcəyimiz üçündür. Amma unutmayın ki, bizim erməni deyilən bir düşmənimiz var. Da bu gələcəkdə belə olmasın ki, yəni qardaşlıq, nə bilim, nə, yoldaşlıq. Onlardan bizə qardaş çıxmaz. Onlar bizim əbədən düşmənlərimizdir. Onların hesabına bu uşaqlar, bu qəhrəmanlar, bu saadətlər, bu arzular, bu xəyallar, bu ümidlər burada yaşayır. Bunlar səbəbkar oldu. Bunun əlində alət oldular üstümüzə. Yarın silahsız bir milləti gördünüz də nə günlərə saldılar. Nə qədər kəndlərimiz, nə qədər evlərimiz, eşiklərimiz yandırıldı. Qocalarımız, uşaqlarımız öldürüldü. Bunların hamısının qarşısını alan bir dəstə, bir böyük ordu ki, yarandı Azərbaycanda bu 30 ildə. Allah onlara rəhmət eləsin. Mən şəxsən öz payıma deyirəm, özümə aid deyirəm ki, Hacı Əhməd, onların qarşısında diz çökmək də lazım. Qəbirlərini yalamaq lazım, öpmək lazım. Çünki öz arzu və duyğu və hisslərini vətən üçün qurban verən oğullarımız. Mən bir söhbətdə, çıxışda demişəm, indi də deyim, mənim əzizlərim, onların necə öldüyünü bilmək istəyirsinizsə, onlar sizi sevərək ölürlər. Qəlbində sevgi aparırlar. Bax, belə gedirlər. Allah rəhmət eləsin deyir.